Salam uşaqlar, hər vaxtınız xeyir. Dünən imtahan olub. 3-cü və 2-ci qruplar üçün blok imtahanı olub. 2-ci qruplar üçün riyaziyyatdan bir sual bizim keçdiyimiz il cəmi bir dənə sual vardı. Blok imtahanda bilirsiniz ki, riyaziyyat çətin olur. Ona görə yenə asan şeyləri qoymurlar. Daha çətin, nisbətən çətin şeylər. Buraxılış kimi asan olmur. 27-ci suala baxırıq. Uşaqlar deyir ki, uyğun tərəfləri paralel olan alfa və beta bucaqları üçün uyğun tərəfləri paralel olan alfa və beta bucaqlarımız var. Uyğunluğu müəyyən edin. Açıq tipli sualda uyğunluğu müəyyən edin. 1. Alfa bölünsün beta bərabərdir 2 bölünsün 3. Uşaqlar, uyğun tərəfləri paralel olan bucaqlarda biz nə bilirik? Biz bilirik ki, uyğun tərəfləri paralel olan bucaqlar ya bir-birinə bərabərdir, ya da cəmləri 180 dərəcədir. Uyğun tərəfləri paralel olan bucaqlar çəkib göstərib bizə. Baxın uşaqlar, burada uyğun tərəfləri paralel olan bucaqlar, baxın budur, sonra budur, bax bu. Gəlin nişanlayaq da, bax 1 bucağıdır, 2 bucağıdır, bax 3 bucağıdır, bax buradan 4 bucağıdır, buradan sonra bu 5 bucağıdır. Bunlar uyğun tərəfləri paralel olan bucaqlardır. Amma ikisi də itidirsə bərabərdir, biri iti, biri kördürsə, bunların cəmi 180 dərəcədir. Baxın, 1, 3, 4, hər biri görürsünüz belə durub. O böyük bərabər, kiçik bərabər şahisi var, bax o kimi durub. Hər biri görürsünüz belə durub. Görürsünüz itidir. Görürsünüz. İti olduğuna görə 1, 3, 4 burada bərabərdir. Amma 1 ilə 2, 1 ilə 5-in, 1 ilə 3-ün, 1 ilə 2-in, 1 ilə 2-in, 1 ilə 5-in cəmi isə görürsünüz biri belədir, biri bax görürsünüz belədir. Bax fikir verin. Baxın görürsünüz biri belədir, biri belədir. Biri belədir, əks istiqamətdir bu, əks bucaqlardır da, yəni baxın biri belə olanda biri də belə olur. Görürsünüz bu çordur, bu amma itidir. Ona görə 1 ilə 2-in cəmi 180 dərəcədir, 1 ilə 5-in cəmi 180 dərəcədir. Neysə, bunu təkrarladı olub bilək. Bizə indi verib uyğun tərəflərə paralel olan alfa və beta bucaqlar üçün bizə birincidə verib belə. 2 və 3 nisbətində bir-birinə bölünür. 2 və 3 nisbətində mütənasib hissələri bölünür. Uşaqlar, əgər 2 və 3 nisbətində bölünürsə, mən avtomatik olaraq bilirəm ki, bunlar bərabər deyil də. Yəni, bərabər olsaydı 2 nisbətində olardı, bərabər olardı. Biri nədirsə, o birisi də olardı. 3 nisbətində olardı, 1 nisbətində olardı. Onda bərabər olardı. Uşaqlar, buradan bilirik ki, biri 2K'dır, biri 3K'dır, alfa 2K'dır, beta 3K'dır. Və cəmlərin də bilirik ki 180 dərəcədir. Çünki bərabər deyilsə cəmləri 180 dərəcədir. Ya bərabər olur, ya da 180 dərəcə olur cəmləri. Bərabər deyil. Çünki 2, 3 fərqli nisbətdə bölünüblər. Ona görə bərabər deyilsə 2K üstə 3K, 5K bərabər 180, K bərabər 36. Uşaqlar, alfa bərabərdir K 36-dırsa, alfa bərabərdir 2K-ya. Mən nə deyəsim? Alfa bərabərdir 2K-ya. 2K da bərabərdir 2 vurasın 36-ya, yəni 72-yə. Beta da bərabərdir 36 vurasın 3, yəni 108. Belə. İndi gəlin baxaq görək variantlarda hansı uyğundur. Variantlarda hansıları uyğundur. Gəlin baxaq görək. Variantlarda uşaqlar bucaqların fərqinə baxıb, bir də kiçiyinə bölünüb. Bucaqların fərqi 108 çıxılsın 72. Bərabərdir. Bilirəm ki, 36-ya bərabərdir. 108-ə 72-nin çıxanda 36 qalır. Bucaqların fərqi 36-dır. Bir də C. C yox, daha doğrusu B. Bir də B. Başqa variant uyğundur mu? Yox, uyğun deyil. Baxın, belə. Birincini yazdım. İndi mən istəyəcəm ki, sizə ikinci ilə üçüncünü də özünüz yazasınız. Özünüz oturub işləyəsiniz. Uşaqlar, nə qədər çox işləsiniz, bir o qədər bazınız çox olacaq. İşləyin ki, bazınız çox olsun. Mənim belə işləyib danışmağım, sizin qulaq asmanız başqa bir şey. Amma öz işləməyiz tamam başqa bir şey. Bax, tutaq ki, hər hansı bir YouTube'dan bir reseptə baxırsınız. Onu baxırsınız, elə bilirsiniz ki, eləyəcəksiniz də asandır. Amma eləyəndə, məsəl üçün, hər hansı bir tortun mu deyim, hər hansı bir şirniyyatın resepti, yaxud da hər hansı bir yeməyin resepti. Amma özünüz eləyəndə görürsünüz ki, yox, o qədər də asan deyil də. Praktika başqa şeydir. Ona görə ki, çalışın özünüz işləyin.
İkinci ilə üçüncünü özünüz işləyin. Sonra növbəti sınaqdan, sınaq deyil, bu desəm buraxılış imtahandır. Növbəti testdən bəzi suallara istəyirəm baxaq. Növbəti testdən. Bax, məsələn, növbəti testdən sınaqdan atmışam. Bax, 64-dir, 67-dir, 66-dır, 64, 67, 66, 67, 68 və bunları özünüz yaza bilərsiniz. Sizin yaza biləcəyiniz suallardır bunlar. Yəni yaza bilərsiniz. Sonra məsəl üçün bazoz varsa 59 yaza bilərsiniz. 59 çox asan sualdır. Bazoz varsa əgər 59 çox asan sualdır. Aysel yazıb desən. Sonra 60 yaza bilərsiniz. 60 asan sualdır. 60. 61-i yaza bilərsiniz. 61. 62-ni yaza bilərsiniz özünüz. Yəni bunlar sizin keçdiyimiz və sizin də işləyə biləcəyiniz suallar. Çünki keçmişik biz bunlar. Ona görə istəmirəm özüm yazım uşaqlar. 71-i istəsiniz yaza bilərsiniz. Əgər müxtəsər vurma düsturları bilirsinizsə 71-i yazın. Sonra 72-ni inanmıram. 72 oxşarlıqla olan bir məsələdir. 72-ni gəlin yazaq. 72-də ABC üçbucağı var. Zaten gələcəkdə keçəcəyik. Bunu prosta yazır. Bir dənə də buradan DY çəkilib. DY AC-yə paraleldir. Bu o vaxt orta nöqtə olar ki, bu xətləri yarı bölər. Yəni bunların AB-nin orta nöqtəsi, D AB-nin orta nöqtəsi olar. Y də ABC-nin orta nöqtəsi olar. Onda DY üçbucağın orta xətti olar. Onda. Amma burada orta xətt deyil. Niyə görə? Çünki AB 30-dur, AB 30-dur. Amma BD isə 18-dir. Yəni o 15-15 bölünsəydi əgər olardı. BD-ni verib 18, AB-ni isə verib bizə 30. Və digər tərəfində AC-ni də verib 24. Uşaqlar, burada oxşarlıqdan istifadə edəcəyik. Baxın, görürsünüz, hər iki üçbucaqsın. Bu üçbucağa da baxın, böyük üçbucağa da baxın, bu balaca üçbucağa da baxın. Bu balaca üçbucağa da baxın. Görürsünüz, hər iki üçbucaq üçün, baxın, bucaqlar var, eyni bucaqlar var. Bax, B bucağı hər iki üçbucağı eynidir. Sonra D ilə Y bucaqları bir-birinə bərabər olacaq. Çünki çarpaz bucaqlardır. Yəni, bu iki paralel düz xətti kəsəndir. Bu buna bərabərdir, bu da buna bərabərdir. Yəni, A ilə D bucağı bərabərdir, Y ilə C bucağı. Ona görə də burada oxşarlıqdan istifadə edəcəyik. Oxşarlıqda da kiçik bucağın kiçik tərəfi B-dir, böyük bucağın da həmin böyük tərəfi. Yəni, bölünsün A-dir. Kiçik bucağın kiçik oturacağı, yəni ümumiyyətlə oturacağı. Böyük üçbucağın da böyük oturacağı A-si. Buradan gedəcək. Buradan da olur 18 bölünsün 30 bərabərdir. X bölünsün, yəni DY. DY-ni istəyir də bizim 24. Buradan DY bərabərdir. Çarpaz, tənasibi çarpaz həll edir. Uşaq çarpaz vurur, bərabər etdirir. Çarpaz. Baxın, belə halda tənasib olur. Çarpaz. Kənar hədlər, orta hədlər. 30 DY bərabərdir. 18 vurasın 24. DY də bərabərdir. 18 vurasın 24 bölünsün 30. Gəlin öndə tapaq. 18-i 6-ya bölərəm 3 eləyər. 36-ya bölərəm 5 eləyər. 3-ü 24-ə vuranda bilirik ki 72 eləyir. 72 bölünsün 5. Bu da 14 tam 14. Bəli, 14 tam 14. Belə. Baxaq görək başqa. Başqa 73-cü suala baxaq. 73-cü sual maraqlı sual. Baxaq 73-cü sual. 73-cü sualda deyir ki, A çoxluğunun elementlərinin sayı 7, B çoxluğunun elementlərinin sayı isə 4-dür. Ən kiçik elementlərinin sayının ən böyük qiyməti ilə ən kiçik qiymətinin cəmini tapın. Uşaqlar, tutaq ki, A çoxluğunda 7 dənə element var. Hər hansı bir 7 dənə element. B çoxluğunda da, yəni NA bərabərdir 7-yə. Belə yazırdı orada. NA A çoxluğundakı elementlərin sayı deməkdir. N sayı deməkdir uşaqlar. NA bərabərdir 7. B çoxluğunda isə 4 dənə element var.
B çoxluğunda da 4 dənə element var. Yəni B də bərabərdir 4-ə. Bizdən kəsişməsinin ən kiçik qiyməti ilə ən böyük qiymətinin cəmini istəyəcək. Uşaqlar, bunların ortaqları ən böyük 4 olacaq. Ən böyük qiyməti 4 olacaq. Ən böyük qiymət. Çünki yəni hər ikisində də olan 4 ola bilər. 5 dənə götürsəm, 5 dənə, axı bunun 4 dənə elementi var. Necə bunda hər ikisində də 5 dənə element ola bilər. Ona görə ən böyük qiyməti 4 olacaq. O ki qaldı ən kiçik qiymətinə. Ən kiçik qiyməti burada bu qərəzli misaldır. İndi mən cavaba baxıb sizə deyəcəm. Burada ən kiçik qiymət 0 da ola bilər, 1 də ola bilər. Ola bilər ki, bunlar üç ümumiyyətlə kəsişməsin. Yəni bunların ortaq elementi olmasın. Ola bilər. Yəni 0 ola bilər. 4 üstə 0 bərabərdir 4. Əgər kəsişiblərsə də ən kiçik qiyməti 1 ilə kəsişə bilər. 1 rəqəm ola bilər. 4 üstə 1, 5. Yəni bu iki halın ikisi də ola bilər. Ona görə burada bizə şərt verməli idi. Bax, bu tip məsələlərdə uşaq istər-istəməz çaşacaq ki, bunların kəsişməsi boş çoxluq ola bilər. Niyə də olmasın?